Bayram namazı necə qılınır? Bayram namazı qardaşlar, bayram namazı 2 rükətdir, səhərlər qılınır. Bayram namazı 2 rükətdir. Sadəcə fərqli nədir? Fərqi adi 2 rükətdən. Burada təkbirlər olur. Əvvəl təkbir, yəni Allah Ekber. İndi bu fərqlidir. Görürsən, məsələn, Hənefi məzhəbində biraz fərqlidir və hətta harda təkbirlər biraz fərqlidir. Lakin məşhur budur ki, birinci təkbirdə, birinci rükətdə, əsas təkbirdən sonra 7 dəfə təkbir eləmək, əsas təkbirdən sonra. Sonra ikinci rükətdə isə, sonra Fatihə oxunur surə, rüku, 2 dənə səcdə, sonra qalxırsan Allahu Ekber deyib ikinci rükətə, ondan da sonra 5 dənə təkbir. 5 dənə təkbir edirsən, sonra Fatihə, sonra surə, yenə rüku, 2 dənə səcdə, təşəhhüd, salam. Yəni, bir dənə, demək olar ki, adi sünnət namazı kimi 2 rükət, lakin fərq nədir təkbirlərdə? Birdən təkbir 8 olsa, 9 olsa, 7 olsa, 6 olsa, əlhamdülillah bayram namazı sayılır. Sadəcə, birinci əsas təkbirdən sonra 7, ikinci rükətdə əsas təkbirdən sonra 5. Yaxşı, təkbirlərin arasında nəsə demək lazımdır? Yox, heç nə. Məsələn, tutaq ki, başladığın namaza, Allahu Ekber. Subhanəkanı oxuya bilərsən və ya sonra oxuy. Və ya sonra təkbirlərdən sonra Subhanəkanı oxuy, sonra başla Fatihə. Sonra Allahu Ekber. Allahu Ekber. 7 dəfə. Sonra Fatihə. Bəs kişi və qadın üçün bu namazın fərqi var? Yox. Ümumiyyətlə, kişi ilə qadının namazında fərq yoxdur. Bir də geyimindədir fərq. Və salam. Belə nəsə qadınlara xasdır bu namaz, nəsə kişilərə xasdır. Yoxdur. Ümumən. İndi cəmaat namazında qadınlar öz aralarında əgər namaz qılsalar, imam qabağa çıxmır. Ortada dayanır, birinci səhvdə hələ. Amma başqa belə namazın hərəkətlərində, sözlərində heç bir şey yoxdur, yəni fərqi yoxdur. Sadəcə bayram namazı, sual çıxır, qadın evdə qıla bilər, yoxsa yox, qadınlar ayrıca evdə qıla bilərlər, yoxsa yox. Lazımdır, düzdür, başqa fikirlər var, amma lazım deyil. Çünki biz baxırıq sünnəyə də, bayram namazı cəmaatla qılınır bir yerdə. Qabaqlar, ümumiyyətlə, məscidlər o qədər cəmaatı, məsələn, yığa bilməzdi bir yerə, ona görə açıq sahələrdə qılırdılar. Ne üçün? Hamı gəlir bayram namazına, qadınlar da. Baxmayaraq, qadına gəlməyə, məscidə gəlməyə qadın üçün vacib deyil. Çünki qadının ən əfsəl namazı hansı namazdır? Evində qıldığı namaz. Lakin onda qadınlar da gəlir, hətta aylığı olan da gəlir, qılmasa da yanı qıraqda, qadınların yanında. Yəni bayrama görə. Amma birdən kim qılmasa, hətta kişi birdən bayram namazını geciksə, evdə qılın, lazım deyil artıq, lazım deyil. Və ya məsələn, qadınlar yığışıb və ya qadın, kişi getsə bayram namazı, qadın evdə qılsın, lazım deyil. Aydındır? Aydın.